Salam əziz izləyicilər. Demək, Güvən nəşrlərinin buraxılış fənlər üzrə keçirdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək, baxıram sinif 11. Riyaziyyat suallarına, demək, 61-ci sual. Bizdən nə istəyir? Deyir, bir nöqtədən çəkilən 3 şua bir müstəvi üzərində yerləşir. Və bu şuaların ikisi perpendikulyardır. Üçüncü şuanın perpendikulyar olan şualar ilə əmələ gətirdiyi kör bucaqların fərqi 40 dərəcə olarsa, bu bucaqların böyüyünü tapın. Demək, fikir verin nə edirik? Yəni bizim bu olsun, bizim bir müstəvimiz. Baxın, belə bir müstəvi var. Bu müstəvi üzərində 3 şua var. Demək, şuaların ikisi perpendikulyar. Məsələn, baxın belə. Və üçüncü şua bunlarla kəsməsindən əmələ gələn kör bucaqların fərqini 40 verir. Məsələn, üçüncü şuada belə olsun. Bu şualarla əmələ gəldiyi kör bucaqlar, baxın, bulardır. Bu alfa olsun, bu beta olsun. Burada normalda nə əmələ gəldi? Bir dənə düz bucaqlı, 3 bucaq. Düzdürmü? Baxın, burada 90-dırsa, burada 90. Onda belə çıxır ki, xarici bucaqların cəmi 360 olduğuna görə alfa ilə betanın cəmi olur 270. Niyə 90 bura oldu? Ona görə. 360-dan 90 çıxdım. Qaldı bu ikisinin cəmi 270. Və bizə şərt də deyir ki, bu kör bucaqların fərqi 40-dır. Mesela alfadan betadan çıxanda da 40 qalır. Sistem kimi düşünsək, yuxarı aşağı toplayıram. Betalar gedər, qaldı 2 dənə alfa bərabər 310, alfa bərabər 155. Demək, alfa 155-dirsə, burada məsələn nəzərə alıram. 155 üstəgəl beta bərabər 270, beta bərabər 270 çıx 155. Buradan da beta bərabərdir 115 mi olur? Bizdən deyəsən bu bucaqların böyüyünü istəyir. Olur 155 D variantı. Növbəti baxıram ikinci sual. Daha doğrusu 62. Deyir, x-in hansı qiymətində 2 vur 4 üstü x ifadəsinin qiyməti 64-ə bərabər olar. Bərabər edim 64-ə. Buradan yazıram məsələn 4 üstü x bərabər 32-yə. Baxıram ki, bunların əsaslarını mən bərabərləşdirə bilərəm. 4'ü yazıram 2'nin kvadratı üstü x. 35'i yazıram 2 üstü 5. Sol tərəf olur 2 üstü 2x bərabər 2 üstü 5. Əsaslar bərabərdirsə, qüvvətlər bərabər xassəsinə görə x olur nə? 2/5. Oldu B variantı. Növbəti baxıram 63-cü suala. Verilen grafik aşağıdaki funksiyonların hansının grafiki ola bilər? Baxın, bizə qrafik verilib və burada görürəm ki, x-i 2-də kəsəndə y 0 olmalıdır. Baxın, x-i kəsirsə y 0-dır. Demək, x 2 olanda y nə olmalıdır? 0 olmalıdır və salam. Aşağıdakilərin dediyinə görə birbaşa aşağıya baxıram variantlara. Hansı variantda x-ə 2 verəndə y 0 olar? Baxın, bu arada bu loqaritmik funksiyadır. Y loqaritma A əsasdan x-də. Şimdi bizdə orada ln verib. Biz ln nə yazaq? Mesela ln x-də. Mən x-a 2 verəndə x-a 2 verəndə ümumi olaraq bu funksiyanın grafikidir. Şimdi bizdə orada fərqlidir də. Mesela A variantına baxın. X-a 2 versəm ln 2 0 ola bilməz. Bu olmaz. Mesela B variantına bakın. Burada da x-a 2 versem ln 2. Mesela ln 2'nin üzerine 1 geldiğinde 0 olmaz. Bu da olmaz. Mesela C'ye bakın. X-a 2 versem burası 0 olur. Logaritm altı ifade 0 olabilmez. Bu da olmaz. D variantına bakın. Bakın y beraber ln x çık 1. Burada ln x-a 2 yazsam 2'den 1 çıkanda 1 olur. Logaritma yani esası ne olur olsun. Logaritm altı ifade 1 ise cevap ne olur? 0 olur.
Yani niye elə olur? Mesela ln 1 ne yazaram? Ln y üstü 0 yazaram. 0 karşıya düşer. Ln y 1 deməkdir. 0 oranında 0 olur. Yani ona göre bu da cevap olur. D variantı. Növbəti baxıram 64'e. Demək 4, 7, 10 Mesela ədədi silsiləsinin 100'ə bərabər olan həddin nömrəsini. Yəni neçənci həddi bilmirəm, 100'ə bərabərdir. N'inci həddi 100'ə bərabərdir. Ayın nəyə bərabərdir? Məsələn, A1 üstə gəl. N çıx 1 vur deyə bərabər 100 yazaram. A1'imiz bəllidir. 4'dür. A2 7'dir. Buradan D'ni tapa bilərəm. Bir sonraki həddən əvvəlki həddi çıxanda bizə silsilə fərqi verir. 7 çıx 4 oldu nə? 3. İndi silsilə fərqi var. A1 var. Burada nəzərə alaram. A1'imiz 4. Üstə gəl N çıx 1 vurulsun D 3 bərabərdir 100'ə. Buradan N çıx 1 vurulsun 3 bərabər. 100'dən çıxıram 4'ü. 96'ya. N çıx 1 bərabərdir. 96'nı böldüm 3'ə. 32. N bərabər 33. Neçənci hədd? 33-cü hədd olur. 100'ə bərabər olan A variantı. Demək növbəti baxıram 65'ə. Demək bizə çox həddlər verib. Bunların cəmi deyil x kvadrat üstə gəl 4 2 həddisi olarsa A plus B parametrlərin hasilini tapın. Demək A x'in kubu üstə gəl x'in kvadratı üstə gəl B plus 3 vur x üstə gəl 1. Bunu da üzərinə gəlirəm. 2x'in demək kubu üstə gəl 2x üstə gəl 3. Baxın bu nəyə bərabərdir? X kvadrat plus 4'ə. Baxın bu çox həddini standart şəklə salaq. X kubu var, x kubu var. Ortak çıxartsam olur A üstə gəl 2 vur x'in kubu. X kvadrat var. Başqa var mı? Yoxdur. Üstə gəl x'in kvadratı. Baxın burada x var. Burada da x var. X'i ortak çıxartsam olur B üstə gəl 3 plus 2. Yani o da olur B üstə gəl 5 vur x. Düzdürmü? Bəli. 1 ilə də 3'ün cəmi oldu 4. Baxın bu sol tərəf, baxın bu çox həddin standart forması baxın budur. Bu nəyə bərabər olmalıdır? X kvadrat üstə gəl 4'ə. Baxın bu çox həddlər bərabərdirsə, sol tərəfdə olan hədlər sağ tərəfdə olan hədlərə bərabər olmalıdır. Mesela solda var x'in kubu. Düzdürmü? Sağda x'in kubu var mı? Xeyr. Onda x kubu itməsi lazım. Nə vaxt itər? Əmsal 0 olanda. Demək A mənfi 2 olmalıdır. Bu 1. Sonra baxıram x kvadrat. X kvadrat. Əmsallar bərabərdir. Burada problem yox. Solda baxıram x həddi var. Sağda x həddi yoxdur. Onda nə olmalıdır? X'in əmsalı 0 olmalıdır. Demək B olmalıdır mənfi 5. Bu belə. Sərbəst həddə bərabərdir. Bizdən nə istəyir? AB parametrlərin hasili. Mənfi 2 vur mənfi 5 oldu 10. Yəni A variantı. Demək növbəti baxıram 66'ya. Bizə A, B nöqtələri verib parçanın orta nöqtəsinin koordinatlarını tapın. Orta nöqtənin koordinatını necə tapırıq? X1 ilə X2'ni toplayıb 2'yə bölürəm. Y1 ilə Y2'ni toplayıb 2'yə bölürəm. Yəni ki 2 üstə gəl 6 bölü 2. 8 üstə gəl mənfi 4 bölü 2. 2 ilə 6 8. 2'yə böldüm 4. 8 ilə mənfi 4'ün cəmi 4 olur. 2'yə böldüm 2. Cavab oldu nə? 4 2. C variantı. Növbət baxıram 67'yə. Çevrə üzərində qeyd olunmuş nöqtədən 2 perpendikulyar və bərabər vətər çəkilmişdir. Demək bu bizim çevrəmiz. Bunun üzərində bir dənə nöqtə götürəm burada məsəl üçün.
Burada götürək. Burada bir A nöqtəsi götürdüm. Və bu nöqtədən iki perpendikulyar və bərabər vətər çəkilmişdir. Bu belə olsun. Bu da belə olsun. Baxın, bu vətərlər perpendikulyardır və bir-birinə bərabərdir. İndi fikir verin. Bura 90'dırsa, onda buradan bura nə olmalıdır? 180. Daxili bucaq nəyə bərabərdir? Sökən qövsün yarısına. Bura 180'dirsə, onda baxın, mən bu ucu nöqtələri birləşdirsəm, mən buna diametr deyə bilərəm. Çünki çevrədə diametr çevrəni yarıya bölür. Bu 180 olduğuna göre bütöv 360'dır. Yarısı olduğuna göre ben diametri düşünə bilərəm. Bu belə. Sonra nə deyir? Bu vətərlərin uzunluqları cəmi 6 kök 2. Mesela bura A. Bura A'dırsa, bunların cəmi 2A. 6 kökdə 2'dir. A bərabər 3 kökdə 2'ye. Demək 3 kökdə 2 bu oldu. 3 kökdə 2 bu oldu. Baxın, çevrədə bu nədir? Diametrdir. Burada biz nə gördük? Bərabər yanlı düz bucaqlı üç bucaq alındığını gördük. Düzdürmü? Bərabər yanlı düz bucaqlı üç bucaqda hipotenus katetdən kökdə 2 dəfə böyük deyil. Yəni bizdə diametr bərabərdir. 3 kökdə 2 vur kökdə 2'ye. Bu neçə olur? 6. Diametrin uzunluğu 6 olur. Növbəti baxıram 68'e. AB diametr olarsa şəkləsini çevirən radiusunu tapın. Baxın, iki nöqtə arasında məsafəni taparam. Bu bizə diametr verər. 2'ye bölərəm, radius verər. İki nöqtə arasında məsafə tuturu AB bərabər kök altında. X1 çıx X2'nin kvadratı üstəgə Y1 çıx Y2'nin kvadratı. Olan yerləri dəyişik də düşünə bilərsiniz. Onsuz da kvadrat olduğuna göre mənası dəyişmir. Kök altdan. Mesela 1'den çıxdım 9'un. Elədim -8. Bu kvadratı. Üstə gəl. 2'den çıxdım 7'ni. 17 daha doğrusu. 2'den 17'nin çıxanda olur -15 və bunun kvadratı. 64 üstə gəl 225 olur 289. Buradan çıxdı 17. Demək diametr 17'dir. Yəni 2 radius diametr verir. Bu 17'dir. Buradan da radius olur 8,5. Bizə də radius istəyir. Oldu cavab D variantı. Növbəti baxıram 69'a. Qarşılıqlı tərs və A və B ədədlərin cəmi 14'e bərabər olarsa kök A üstəgəl kök B'ni istəyir bizdən. Demək qulaq asın. Əgər A ilə B qarşılıqlı tərsdirsə, bunların hasili nəyə bərabərdir? 1'ə. Həmişə demiş ki, qarşılıqlı tərs ədədlərin hasili 1'dir. Müəllim, hardan bilirsiniz? İstənilən tərs ədəd yaz. 3, 3'də 1, hasili 1'dir. Nə bilim, 2'də 5, 5'də 2, hasili 1'dir. Yəni, belə görə bilərsən. Xəstə olaraq da yadda saxla. Demək, AB nə oldu? 1 oldu hasili. Çünki qarşılıqlı tərsdir. Və bunların cəmi bərabər nəyə? 14'ə. Bizdən kök A üstəgəl kök B'ni istəyir. Baxın, nə edirəm? Məndən baxın, bunu istəyir, düzdürmü? Buna bir T deyirəm. Bu bərabərin sağını və solunu kvadrat yüksəldirəm. Və bizə nə lazım? T lazım. Bir də kök A müsbət, kök B müsbət. Bunların cəmi təbii ki, müsbət eləyər. Yəni, T bizdə müsbət olmalıdır. Sağ-sol kvadrat yüksəldirəm. Kök A'nın kvadratı A, kök B'nin kvadratı B. 2 misli 2 kökdə AB bərabər 1 T kvadratına. A plus B'ni verib 14. Üstə gəl. AB 1'dir. Kökdən çıxanda yenə 1 eləyir. 2'yə vurdum. 2 bərabər T kvadratına. T kvadrat bərabərdir 16'ya. T'nin biri müsbət 4. Biri -4. Dedik ki, 2 dənə kökün cəmi müsbət ədəd eləyər. Ona görə T 0'dan böyük olmalıdır. Cavab 4 olur. C variantı. Növbəti baxıram 70'ə. Kosinus x vur sinus 10 çıxılsın sinus x vur kosinus 10. Baxın, bu bizə nəyin açılışını verir?
Sinüs alfa kosinüs beta çıxılsın kosinüs alfa sinüs beta. Baxın bu bizə sinüs 10 çıxılsın x verir. Sinüs 10 çıx x oldu B variantı. Növbəti baxıram 71-ə. Deyir, düzgün en bucaqlının bir xarici bucağının bir daxili bucağının nisbətini tapın. Baxın, ümumiyyətlə düzgün en bucaqlıda bir xarici bucağı tapmaq üçün xarici bucaqların cəmini bölürük nəyə? Tərəflərin sayına. Düzdürmü? Bir daxili bucaq. Daxili bucağın normalde cəm nəyə bölünür? 180 vur n-2'yə. İndi daxili bucaqların cəmində tərəflərin sayına bölsək bir daxili bucağı verər. Bizdən də nə istəyir? Demək, bir xarici bucağı daxili bucağına nisbədir. Yəni xaricini daxilə bölməliyəm. 360 böl n-i bölməliyəm baxın buna. Və yaxud da vuranda nəyə? Tərsi. Bunlar gedər. Bu da bundan gedər. Burada 2 qalır. Burada 1 qalır. Qaldı nə? 2 böl n-2. Cavab 2 böl n-2 E variantı. Baxın, məsələ deyə bilərsən ki, mənim bu düstur yadıma düşmür. Necə eləyim? Ümumiyyətlə, istənilən çox bucaqlıda, məsələn, istənilən çox bucaqlıda fərqi yoxdur. Nə yazırsan yaz. Məsələ, bu xarici bucaqdır, bu daxili bucaqdır. Daxili ilə xaricinin cəmi nədir? 180, həmişə. Buraya beta xarici, alfa daxili. İndi sən tutalım ki, xaricini bilirsən ki, 360 böl n-dir, düzdürmü? Onda daxili bucağı tapmaq üçün nə etməliyəm? 180 dərəcədən xarici bucağı çıxsam, daxili verərmi? 180-dən çıxıram, 360 böl n-i. Bunu orta məşə gətirəndə olur 180 n çıx 360 böl n. Buradan da 180'i çıxartsam, ölsə xaricinə. Orada n-2 böl n. Yəni belə alarsan, yadından çıxsa, yenə gedib bunu buna bölərsən, yenə eyni cavab alacaqsan, yəni fərq yoxdur. Sadəcə yadda saxla ki, yəni çox bucaqlı həmişə bir daxili ilə bir xaricinin cəmi, yəni 180 dərəcəyə bərabərdir. Növbəti baxıram 72'yə. 72 limit sualıdır. Yəni baxın, hər ili belə sınaqlarda falan limit düşür. Amma yəni buraxılışda indiyə qədər limit düşməyib. Müəllim bu il düşəcəkmi? Yenə düşməyəcək. Amma yenə də hər ehtimala biz arıcının limitini yəni bilsək yaxşı olar. Amma yenə də düşməyəcək, yəni görəcəksiniz. Baxın, bu arıcılığın limitidir. Biz bunu hesaplamamız üçün ilk öncə bunu sadələşdirməmiz lazım. Eyni kəsr formatına yazmalıyıq. Orta məxrəcə gətirsək, bunu məxrəcə 1 deyilib ki, n-ə vururam. Oldu 6n çıx 4 bölünsün n. Baxın, kəsr formatındadırsa, əgər n sonsuzluğa yaxınlaşırsa, sürəti və məxrəci dərəcəsi böyük olan dəyişənə bölürsən. Limit n sonsuzluğa yaxınlaşır. Sürəti də n-ə bölürəm, məxrəci də. Sürəti n-ə böldüm, 6 çıxılsın 4 böl n. Hər birini n-ə bölürəm, deyiləm ki. Məxrəcdə də n-i n-ə böldüm, 1 qaldı. Açıq, heç buna ehtiyac yoxdur. Deyim, mən niyə belə kəsə gətirirəm ki? Ehtiyac yoxdur. Bundan sonra görünürdü o. Ehtiyac yoxdur. Ümumiyyətlə, yadda saxlayın ki, limit, məsələn, n sonsuzluğa yaxınlaşanda 1 böl n həmişə 0 verir. Yəni, bir ədəd böl dəyişən həmişə 0 olur. Niyə? Çünki bu, məsələn, məntiqlə düşün. Məsələn, n sonsuzluğa yaxınlaşır. Mən bu məxrəci böyütdükcə kəsin qiyməti hara yaxınlaşır? 0'a gedib yığılır da, düzdürmü? 0'a gedir yaxınlaşır. Ona görə qiymət 0'a bərabər olur. İndi, baxın, fərqin limiti və yaxud da cəmin limiti, elə limitlər cəmlə və ya fərqin limitinə bərabərdir. Limitlər fərqinə bərabərdir. Ona görə mən bunu ayrı-ayrı limitdə yazsam, baxın, bu gedəcək 0'a,
ve bunun qiyməti 6'ya bərabər olur. Yəni E variantı. Demək növbəti baxıram 73'ə. Düz bucaqlı üçbucağın daxilinə çəkilmiş çevrə bu üçbucağın kiçik katetini 6 və 14 cm hissələrə bölürsə böyük kateti tapın. Demək bir çevrəmiz var. Düz bucaq üçbucağın daxilinə çəkilib. Baxın belə olsun. Bizim kiçik katetimiz. Dəqiqən. Demək bizim kiçik katetimiz. Mesela bura seçirəm məsəl üçün. Nədir? 6-14 cm hissələrə bölür. Mesela bura A'dır. B, C. Burada bir D nöqtəsi var. Toxu nöqtəni D götürürəm. Bura təbii ki 6 olar. Bura 14 olar. Bizdən böyük kateti istəyir. İndi baxın, normalda çevrənin xaricində olan nöqtədən 2 dənə toxundan çəkiləndə toxunanlar bir-birinə bərabərdirmi? Yəni bura 6'dırsa, baxın burada 6'dır. Bura 14'sə, baxın burada 14 olur. Fikir ver, bura X-sa, burada X olur. Baxın bu da buna bərabərdir. Şimdi burada Pifagora görə demək 14 ilə 6-cı əmrə deyil 20. 20'nin kvadratı üstə gəl. Baxın bu katetin kvadratı bərabər ipetonumuzun kvadratına. Buradan 400 üstə gəl x kvadrat üstə gəl 12x üstə gəl 36 bərabər x kvadrat üstə gəl 28x üstə gəl 196. X kvadratlar gedər. 28'den 12'ni çıxdıq. Qaldı 16x. 400 üstə gəl 36. 436'dan da 196'nı çıxıram. Demək 6 6 0 4 burada nə qaldı? 240 düzdürmü? Bəli. Burada da x bərabərdir. Bir dəfə 16'nın demək 15. Demək x oldu 15. Baxın buradan bura katet bütöv x plus 6'dır. Bircə dəqiqə. X plus 6'dır. Baxın bütöv katet buradan bura. X tapdım 15. Üstüne 6 geldim 21. Katetin biri 21. Katetin biri 20'dir. Bizden büyük katet istəyir. Cevap oldu A variantı. Növbəti baxıram 74'ə. Nədir? Bizdə deyir müstəvini kəsməyən parçanın orta nöqtəsindən müstəviyə qədər məsafə 6'dır. Bu parçanın bir ucundan müstəviyə qədər məsafə 2 olarsa, digər ucundan müstəviyə qədər məsafə neçə santimetr olar? Baxın bu sual yəni vaxtı zamanda buraxıcı çox istifadə olunur. Yenə də qarşıda çıxa bilər. Məsələn iki tiplərdə ya müstəvi parçanın kəsir deyir, ya da kəsmir deyir. İndi qulaq asın, bu bizdə olsun bir müstəvi məsəl üçün. Düz xətt kimi düşünürəm. Bu müstəvini kəsməyən parça, baxın belə olsun. Bu parçanın bir ucundan müstəviyə qədər məsafədir. Bu da digər ucundan müstəviyə qədər məsafə. Bu da əslində nə aldım mən? Düz bucaqlı trapesiya. Bu parçanın orta nöqtəsi də olsun bura. Orta nöqtə müstəviyə qədər də məsafəmiz 6'dır. Baxın, bu trapesiyanın əslində nəyidir? Orta xəttidir. Orta xətt necə tapırıq? Oturacaqları toplayıb 2'yə böləndə tapırıq. Demək, buradan yadda saxla ki, parça müstəvini kəsmirsə, orta nöqtədən müstəviyə qədər məsafəni tapmaq üçün bu məsafələri toplayıb 2'yə bölmək lazımdır. Əgər baxın, bu müstəvi olsun, parça müstəvini kəssə, bu olsun parçanın orta nöqtəsi. Onda sən bu x'i tapmaq üçün nə etməlisən? A'dan B'ni çıx və yaxud da B'dən A'nı fərqi yoxdur. Modulda yazıram, bilmirəm hansı böyük, hansı kiçikdir. Birindən digərini çıxıb bölməlisən 2'yə. Demək, kəsməyəndə topla 2'yə böl. Kəsəndə çıx 2'yə böl. Bunu yadında saxla. İndi
Baxın, orta nöqtə məsafə 6-dırsa da təbii ki 2 bura olar da, bura olmaz ki. 2 bura olar, buralar x. Demək, uc nöqtələrin məsafələrini toplayıb 2'ye böləndə nə verməlidir? 6 verməlidir. Bu oldu 12, x oldu 10. Bizdən nə istəyir? Digər ucundan müstəviyə qədər məsafə istəyir. Cavab olur 10. Növbəti baxıram 75'ə. Deyir, tərsinin 16%-nə bərabər olan adi kəsirin sürəti 2 olarsa məxrəcini tapın. Gəlin belə götürək. Bir dənə adi kəsirimiz var. Bizim sürətimiz 2'dir. Məxrəci bilmirəm. Bu bizdə verilən adi kəsirdir. Tərsinin 16%-nə bərabər olan adi kəsirin sürəti 2 olarsa. Bunun tərsi nəyə bərabərdir? Tərsi də a bölü 2. İndi bax nə deyir? Deyir ki, tərsinin 16%-nə bərabər olan adi kəsirin sürəti 2'dir. Demək, baxın, bu kəsir, baxın, bunun tərsi, düzdürmü? İndi bu kəsirin tərsi budur. Baxın, tərsinin 16%-nə, yəni tərsini vurdum 116'ya. Və tərsinin 16%, baxın, bu deməkdir. Tərsinin deyir 16%-nə bərabər olan adi kəsirin sürəti 2'yə bərabərdir. Yəni, bu bərabər nəyə? A-da 2'yə. Düzdürmü? İndi burada nə baş verəcək? Bunlar bundan gedər. 8 olar. Demək 8. Demək, A-nı vurdum A-ya. Çarpaz oldu A kvadrat. Baxın, bundan bu gedir. 4 qalır. Buradan da çarpaz eləyəndə 100 sürətə 4 məxrəcə düşür. Buradan da A bərabər nəyə? 2-də 10'a. Yəni nəyə? 5'ə. Bizə məxrəci tap deyir. Məxrəc A idi. Bu oldu nə? 5. Növbəti baxıram 76'ya. Diagonalı 24 olan düzbucaqlının tərəflərinin orta nöqtələrini ardıcı birləşdirməklə alınan dördbucaqlının perimetrini tapın. Bu bizdə düzbucaqlı. Bu tip suallar topluda da var. Baxın, bizim bu düzbucaqlının diagonalı bu. Orta nöqtədən tərəflərin orta nöqtəsi tam ki budur. İndi fikir ver. Burada əslində bir üçbucaq aldıq mı? İndi əgər bu orta nöqtədirsə, baxın, bu orta nöqtə, indi bu rənglənmiş üçbucağın orta xətti sayılmır. Bizdə diagonal 24 verirsəm, onda orta xətt yarısı 12 oldu mu? Baxın, bunu da belə çəksəm, eyni üçbucaqdan baxın, burada da alınır. Yenə bu yenə orta xətt olur. Bu da olur nə? 12. Bu belə. Bunu sildim. İndi təsəvvür edin, indi mən bu diagonalı bu şəkildə çəksəm, yenə bu diagonal 24. Baxın, bu yenə orta xətt olur. Olacaq 12. Bu yenə orta xətt olur. Bu olur yenə 12. İndi biz baxın, bu fiqurun perimetrini istəyir bizdən. Bu da 4 bucaqlıdır və 4 tərəf də birbirine bərabərdir. Yəni rombdur. 4'ü vurdum 12'ye 48. 4 bucağın perimetri neçə olar? 48 olar. Yəni buradan belə çıxır ki, düz bucağın diagonalına 2'ye vursam alaram. Burası mən hardan gəldiyini göstərdim. Növbəti baxıram 77'ye. Baxın, kökdə P çıxılsın 2. Üstə gəl. Üçdə 1'dir. Baxın. İfadəsinin de mənası varsa, P'nin alabiləcək natural qiymətlərin cəmi. Baxın, bunun mənası olması üçün biz P'yə elə qiymətlə yazmalıyıq ki, yəni ifadənin mənası pozulmasın. Kökdə P minus 2 ilə işim yoxdur. Bu da qüvvətdə mənfi görən kimi bunun tərsini yazıram. Düzdürmü? İndi baxın. Normalda baxın, bu məxrəc
0 ola bilərmi? Xeyr. Demək bu sıfırdan sıfıra fərqli olmalıdır. Bir də qüvvət kəsildirsə, mənfi üstü rasional kəsilə baxılmır deyə mən götürürəm buradan. Demək 5 çıxılsın P-ni sıfırdan böyük, sadəcə sıfırdan böyük. Sıfıra bərabər yox, sıfırdan böyük olmalıdır bu. Çünki məxrəcdir o. Buradan mənfi P böyükdür. Mənfi 5-dən P kiçikdir 5-dən. Demək mən P-yə sadəcə 5-dən kiçik qiymət verə bilərəm. Burada da kökün dərəcəsi cütdür deyə kök alt ifadə sıfırdan böyük bərabər ola bilər. Buradan da P böyük bərabərdir 2-dən. Baxın biz bunların nəyini götürməliyik? Kəsişməsini. Demək 2-dən müsbədə 5-dən mənfiyə. Bunların kəsişməsi 2, 5. 2 daxil, 5 daxil deyil. Məndən nə istəyir? Məndən P-nin alabiləcək natural qiymətlərin cəmini istəyir. Natural qiymət 2-dir, 3-dür, 4-dür. Bunların da cəmi neçə olur? 9 mu olur? 9 oldu cavab. Demək növbəti baxıram 78-ə. Bizə bir kompleks ədəd verib 4 çıxılsın 2i. Kompleks ədədinin qoşması ilə hasilini tapın. Qoşması ilə hasili. Baxın bunun qoşmasını hasilini istəyir. Kompleks ədədin qoşması baxın, həmişə xəyali hissənin əksi olur. Həqiqi hissə olduğu kimi qalır. Xəyali hissə əksinə dəyişir. İndi bizə baxın bunların hasilini istəyir. 4 çıx 2i-ni vuram 4 plus 2i-yə. Kvadratlar fərqi 16 çıxılsın 4 i kvadrat. I kvadrat mənfi 1-dir. 16 çıx 4 vur mənfi 1. Bu da olur 16 üstə gəl 4 oldu 20. Cavab olur 20. Demək növbəti baxıram 79-a. 4 sinus kvadrat x çıx 8 sinus x üstə gəl 3 bərabər 0. Tənliğini həll edin. Yəni bu şəkildə tənliklər buraxışa düşür. Yəni qəbul olaraq deyirəm. Baxın. Buradan nə edirəm? Sinus x-a 1 t deyirəm. Olur 4t çıx 8t üstə gəl 3 bərabər 0. Vietlə nə gedə bilərəm? Diskriminantla gedim. B kvadrat. 4-ə böl vietlə gedərdim. Kəsilə girir deyə diskriminantla gedirəm. 8-in kvadratı 64 çıxılsın 4ac. A-sı 4 vurdum 16. Neçə oldu? 48. Aldım neçə? 16. T1 bərabər. Mənfi 8-in əksi müsbət 8. Kökdə 16. 4 böl 2a. Vurdum 4-ə 8. 12 böl 8. 4'e gedir. 2'de 3 kalır. 1 onda 5 bu oldu. 8 çık 4 böl 8. Bu da 8'de 4 olur. Bu da olur 2'de 1. Biri bu. Bakın t'ni sinusla beraber ifade eləmişdik. Sinus 1 onda 5 olabilir mi? Hayır. Bu olmaz. Sinusun qiymətdəki o mənfi 1 1'dir. Ona göre 1 onda 5'e beraber olabilmez. 0 onda 5 olabilir mi? Bəli. 2'de 1 olur. Buradan artıq yazıram ki x bərabərdir mənfi 1 üstü k. Sinus 2'de 1'i alır 30'da. Demək olacaq pi bölü 6 üstə gəl pi k. Sənin cavabın budur. Növbəti baxıram 80'ə. Cəmi 45 olan x və y ədədlərinə uyğun olaraq 60% və 30% artırdıqda cəmi 40% artarsa y-i tapın. Baxın, ilk olaraq x ilə y-in cəmi deyək 45'dir. Sonra deyək ki, uyğun olaraq x-ə 60%, y 30% artır. X 60% artanda olur 1,6x. Y 30% artanda olur 1,3y. Bu artmağı yəqin bilirsiniz də. Məsələn, ədəd x idi, bu 100%'dir. Bu 60% artanda oldu 160%. Bu olsun 1a. Buradan da a'nı çarpaz elə bir tapsam, elə bir 160x bölü 100 olur. Bu da 1,6x. Yəni mən x'i 60% artıranda
1,6x alıram. Eyni qayda ilə y-də 30% artıranda 1,3y alıram. Və nə olur ondan sonra deyir? Cəm 40% artır. Bayaq cəm 45 idi, bu 100%. Cəm 40% arttı, oldu 140%. Bu olsun 1k. Görə buradan k nəyə bərabər olur? 45 vur 140 bölü 100. 20'ye gedir 5, 20'ye gedir 7. 5'e gedir 9. Oldu 63. Demek 45 ədədi 40% artanda 63 olur. Baxın, bu sistem tənliyi həll edib biz x, y'yi tapa bilərik. İlk olarak neyniyək? Bizden y'yi tap deyir. Elə yuxarını 1,6'ya vuraram. Onlar 1,6x üstəgə 1,6y bərabərdir. 45'e ve 1,6'ya vururam da. 1,6 nə deməkdir? 5'də 8 deməkdir. Düzdür, 1,6. Gələndə 9 olur 72. İndi baxın. Bu iki sistemə baxıram. Bizə y lazım. X itməlidir. Elə aşağıdan yuxarını çıxdım. Bunlar gedər. 1,6'dan 1,3 çıxdım. Qaldı 0,3y. 72'den de 63 çıxdım. Qaldı 9. Burada y bərabər 9'u bölürəm 0,3'ə. Və yaxud da vururam 3'də 10'a. 10'da 3'ə böldüm. Tərsinə vurdum. Yoxsa görürəm. Buna böləndə 30 edir. Sadəcə kəsindən göstərdim. Başa düşün. Burada da y istəyir məndən. Elə 30 olur. Demək növbəti baxıram 81'ə. Müəyyən temperaturlu cismin A dərəcə Celsius temperaturlu soyuducuya qoyulduqda T anında, yəni T dəqiqə sonra temperaturunu dərəcə Celsius ilə funksiyası ilə modelləşdirmək olar. Demək T bərabər A üstəgəl 27 vurulsun 3 üstündə mənfi 0,5 T funksiyasıyla modelləşdirmək olar. 20 dəqiqə sonra bu cismin temperaturu 19 dərəcə Celsius olarsa, soyuducuya qoyulduqdan ən azı neçə dəqiqədən sonra temperaturu 13 dərəcə Celsius'dan kiçik olar. Demək, baxın, biz burada nəyə diqqət edirik? A dərəcə Celsius bu temperaturun soyuducusudur. Yəni hal-hazırda soyuducu A dərəcədə olduğunu bildirir, belə deyək. Müəyyən müddət anında, yəni T müddətində temperaturu, məsələ, apardıq A dərəcəli Celsius xaladelniyə, məsələ, belə deyək də bir tərəvəzə qoyduq, düzdürmü? Və bəlli bir müddətdən sonra artıq bu yeni bir olmuş temperaturdur. Yəni, ən son versiyada bu. İndi mənə deyir ki, 20 dəqiqə sonra, yəni T 20'dir. 20 dəqiqə sonra cismin temperaturu 19 dərəcə Celsius olarsa, yəni T 19 olar deyir. Biz burada verilənləri nəzərə alıb soyuducunun temperaturunu tapa bilərikmi? Baxın, A-nı bilmirəm. 27 vurulsun 3 üstü. %5 demək 20'də 1 deməkdir. Mənfi 20'də 1 vurulsun T. T'nin özü də 20 verilib. Düzdür. Bərabər nəyə? Son dərəcəyə, yəni 19 dərəcə Celsius. Celsius'ini yazmayayım, yəni bildik ki bu Celsius ilə verilib. Bunlar gedər. Bu da qalır A üstəgəl 27 3'ün kubudur. Vurulsun 3 üstün mənfi 1 qaldı. Bərabər 19'a. A üstəgəl. Baxın, bunları bir-birinə vuranda edir 3'ün kvadratı. Bərabər 19. 19 çıx. 3'ün kvadratı 9 deməkdir. 19'dan 9 çıxdım. Aldım 10. Baxın, buradan mən soyuducunun temperaturunu tapdım ki 10 dərəcə Celsius'dir. Baxın, buradan soyuducunun temperaturunu tapdıq ki 10 dərəcə Celsius'dir. Artıq bizə verilən, baxın, həmin o məsələ funksiya nə formada olmalıdır? T bərabərdir 10 üstəgəl 27 vurulsun 3 üstü mənfi 20'də 1 vurulsun T.
Baxın, bizim elə bir ki, funksiyamız bu şəkildədir. İndi mənə deyir ki, soyuducuya qoyulduqdan ən azı neçə dəqiqə sonra temperatur 13 dərəcə Selsidən kiçik olur. Yəni, məndən baxın bunu istəyir. 10 üstəgəl 27 vurulsun. 3 üstü mənfi 20-də 1 vur T. Baxın, bu son dərəcədə. Bu 13 dərəcədən kiçik olsun. Kiçikdir 13 götürürəm. Ən az neçə dəqiqə sonra. Artıq bunu hesablasaq, olacaq 27 vurulsun. 3 üstü mənfi 20-də 1 vur T. Kiçikdir 13'dən 10 çıxanda 3. Buradan da 3 üstü mənfi 20'də 1 vur T kiçikdir. 3'ü böldüm 27'ye. Bakın 3'ü 27'ye böləndə bu olur 9'da 1. Bu da olur 3 üstü mənfi 2. Bir başa yazıram. 3 üstü mənfi 2. Bilirik ki, üslü bərabərsizliyə görə əsaslar bərabər və birdən böyükdürsə, qüvvəti kiçik olan kiçikdir. Yəni, mənfi 20'də 1 T ilə kiçikdir mənfi 2'dən. Hər tərəfi mənfi 20'yə bölsəm, vursam daha doğrusu, mənfi 20'yə vursam, işarə əksinə dəyişdi. Mənfiyə olduğuna görə, yəni mənfiyə vurduğuma görə işarə dəyişir. Mənfi 20'ni mənfi 2'yə vurdum, oldu 40. İndi bizə ən azı neçə dəqiqə sonra dediyinə görə, təbii ki, orada dəqiqəni tam ədəd olaraq nəzərə alırsa, ən az 41 dəqiqə sonra. Ən az 41 dəqiqə sonra, yəni 13 dərəcə Selsidən az olur ümumi temperatur. Bu şəkildə sualın olması, yəni qəşəngdir məncə. Buraxışda bəzən funksiyana bağlı belə məsələlər olur. Məsələ baxıram 82'yə. Tərəfi 25 olan rombun diagonallarından biri 30 cm olarsa, daxilə çəkimi çevirən radiusunu tapın. Baxın, biz birinci bilməliyik ki, rombun daxilə çəkilmiş çevirən radiusu nəyə bərabərdir? Bu olsun bizdə romb, bu olsun bizim çevrəmiz. Bunu kiçildək. Yerləşsin onu. Baxın, bu şəkildə olsun bir romb. İndi fikir verin. Sizcə, baxın, burada mən diametri çəksəm olar mı? Bu təbii ki 90 verir. Niyə? Çünki radius toxunanda 90 əmələ gətirir. Eyni şəkildə bu da rombun hündürlüyü olur mu? Demək, buradan baxıram ki, bizim hündürlüyümüz diametrlə bərabərdir. Diametr nə deməkdir? 2 dənə radius deməkdir. Demək, daxilə çəkimi çevirən radius nəyə bərabərdir? Hündürlüyün yarısına. Bunu buradan bildik. Belə əzbər bilməliyik. Sadəcə mən hardan gəldiyini göstərirəm ki, yada sal. Bu belə. İndi tərəfi verib bizə, baxın, 25. Rombun diagonallarından birini verib bizə 30. İndi mən, baxın, radius tapmaq üçün mənə hündürlüyü lazım. Diagonal görən kimi hündürlüyü biz bu düsturdan tapa bilirik. D1 vur D2 bölünsün kök altı D1 kvadrat üstəgəl D2 kvadrat. Bu normalda şagirdlərə yadda çıxan düsturdur. Yəni bunu unutmayaq. İndi mənə nə lazım? D1'im var. Mənə D2 lazım. Düzdürmü? Bəli. İndi baxın. Tərəf və bir diagonala görə digər diagonalı tapa bilərikmi? Bəli, tapa bilərik bu düstura görə. Burada D1 30'dur. Kvadrat 900. Üstəgəl D2'nin kvadratı bərabər. A kvadrat 625 eləyir. Onu da vururam 4'ə. Demək oldu 2500. Buradan da D2'nin kvadratı bərabər 1600. D2 bərabər nəyə? 40'a. Aha. Artıq D1 var, D2 var. Burada nəzərə alıb hündürlüyü tapa bilərəm. 40 vurulsun 30. Kök altı 30'un kvadratı 900. 40'ın kvadratı 1600. Demək 2500'dən kök çıxdı 50. Sıfırla bu gedər.
Buna da böyle 8, 3'e vur 24. Bakın bizim hündürlüğümüz 24 oldu. Daxili çəkimi çevrənin radisi 24 bölü 2 oldu 12. Bir de daxili çəkimi çevrənin radisini istəyir 12. Xarici çevrə çəkimi olmur rompda. Niye? Çünkü dört bucağın xaricine çevrə çəkilirsə, qarşı bucaqlarınca 180 olmalıdır. Burada da bərabərdir deyə çəkə bilmərik. Daxilin düsturu da bu şəkildə. Topla da bu şəkildə eynisi məncə olmalıdır. Demək növbəti baxıram 83'e. Y beraber 5x çıxılsın 4. Y beraber 2x üstəgəl 8. Düz xətlərin dedik kəsişmə nöqtəsindən keçən və y beraber 2x düz xəttinə perpendikulyar olan düz xəttin tənliyini yazın. Baxın, bunların kəsişməsindən keçən bir də düz xəttinə perpendikulyar olan düz xəttin tənliyini yazın. Gəlin biz ilk olaraq nə edək? Bu düz xətlərin kəsişmə nöqtəsinin koordinatlarını tapaq. Baxın, bu düz xətlər kəsişirsə, kəsişmə nöqtəsində bunların qiymətləri nə olmalıdır? Bərabər olmalıdır. Ona görə bərabərləşdirdim. 3x bərabərdir 12'ye, x bərabər 4'e. Demək, x-in 4'ündə kəsir. Y neçə alır onda? Burada da yerinə yaza bilərəm, burada da fərq yoxdur. Məsələn, burada yerinə yazsam, y bərabər 4'ü 2'ye vurdum, 8, üstəgəl 8, 16. Baxın, bu funksiyanın qrafikləri 4, 16 nöqtəsində kəsişir. Baxın, bizdən nə istər? Bu nöqtədən keçən və y bərabər 2x düz xəttinə perpendikulyar olan düz xəttin tənliyini istəyir. Baxın, düz xətlər perpendikulyardırsa, onların bucaq əmsalları hasili -1 olmalıdır. Yəni, bu birinci düz xəttin tənliyidir. Bu da ikinci düz xəttin tənliyi kx olsun. Yəni, bucaq əmsallarının hasili -1 olmalıdır. Onda k olmalıdır -2'də 1. Demək, bizim axtardığımız funksiya, baxın, bu şəkildə funksiyadır. Bir dəqiqə üzr istəyirəm. Biz hardan bilirik ki, bu yəni düz mütənasib funksiyadır. Bəlkə xətti funksiyadır. Bunu səhv qeyd elədim. Baxın, bu düz xəttə perpendikulyar olmalıdır. Bu funksiyanı bilmirəm, baxın. Bu şəkildə funksiyadır. Biz yəni ümumi götürməliyik düz xəttin tənliyini bu şəkildə. Yəni, düz xəttin tənliyi bu da bu şəkildə olmalıdır. İndi baxın, bizim dedik ki, bu düz xətlər perpendikulyardırsa, bucaq əmsalların hasili -1 olmalıdır. K oldu nə? -2'də 1. K'nı tapdım. Baxın, bizə lazım olan funksiya bu şəkildədir. -2'də 1x üstəgəl b. Demək, baxın, bu nöqtədən keçən bu funksiyanı biz yazmalıyıq. İndi b'ni necə tapa bilərəm? Əgər bu nöqtə bu funksiya üzərindədirsə, daha doğrusu bu funksiyanın qrafiki bu nöqtədən keçirsə, x-a 4 verəndə y 16 olmalıdır. -2'də 1 vur 4 üstəgəl b bərabərdir 16'ya. Bunlar gedər, qalar 2. -2 üstəgəl b bərabərdir 16. B bərabər nəyə? 18'e. Demək, y bərabərdir -2'də 1x üstəgəl 18. Baxın, bizə lazım olan funksiya budur. Düz xəttin tənliyi budur. Bəzən görürsünüz ki, məsələn, yazanda belə cavab görməsəz, hər tərəfi 2'yə vurun. Bu şəkildə yazın elə bir ki. Bəzən düz xəttin tənliyi bu şəkildə verilir. Məsələn, hər tərəfi 2'yə vuraram. Olacaq 2y -x üstəgəl 36. Bunları da sola keçirsəm, olur x üstəgəl 2y çıx 36 bərabər 0. Yəni, bu şəkildə də yaza bilərsən düz xəttin tənliyini. Bu şəkildə də. Yəni, ikisi də doğrudur. Növbəti baxıram 84'e. Demək, a bərabərdir 2, 23 nöqtəsindən keçən y bərabər x kvadrat çıx 6x üstəgəl q. Parabolasının təpə nöqtəsinin ordinatını istəyir. Təpə nöqtə nə idi? M idi. M apsis oxu boyuncadır. N ordinat oxu boyuncadır. Bizə yəni ordinat istəyir, yəni n istəyir bizdən. İlk olaraq baxın, bu nöqtə bu funksiyadan keçirsə, yəni bunun üzərindədirsə, x-a 2 verəndə y 23 olmalı. X-a 2 verdim, kvadrat 4,
Çıxılsın 12 üstəgəl Q bərabərdir 23'ə. Buradan da Q bərabərdir. Bu olur -8. Keç sağa oldu müsbət 8. 23 üstəgəl 8 oldu 31. Demək bizim funksiyamız baxın bu şəkildədir. Bunu en üstündən də tapa bilərsən. Mesela bu şəklə salıb da yaza bilərsən. Bunun A1'dir. Ona görə bunu silə bilərəm. Bakın bu şekilde de yazarım. Üstündən də yazacağım. Mesela nəyin kvadratı x kvadrat edir? X'in. -6x olduğuna bu -3 olur ki ikimizi -6x eləsin. İndi -3'ün kvadratı 9 olur. Bizde bu 31 olduğuna göre üstəgəl 22. Bakın n budur. Bizden elə ordinat istəyir. Təpə nöqtənin ordinatı. Cavab 22 olur. Bu şəkildə də yaza bilərsən. Üstündən də yaza bilərsən. N bərabər 4ac çıx b kvadrat böl 4a. Bizdə a 1'dir, b -6'dır, c 31'dir. Demək a 1, c 31. Oranda oldu 124. Çıxılsın b kvadrat 36 bölünsün 4'a 4. 124'ten 36 çıxanda 88 böl 4 oldu 22. Yine de 22 alacaqsan. Cavab 22 olur. Növbəti baxıram. Sonuncu sualımız 85'e. Deməli şəkil üzərində göstərim. Alfa müstəvizi üzərində yerləşən ABC üçbucağının C düzbucaq təpəsindən. Deməli baxın bizim yerdəki üçbucağımız düzbucaqlı üçbucaqdır. Kateti 4 kök 5, diğer 2 kök 5. Buradan AB'ni mən Pifagora göre tapa bilərəm. Çünki yerdəki figurumuz düzbucaqlı üçbucaqdır. Ona göre Pifagor tətbiq edirəm. AB orada hipotenuzdur. 90'ın qarşısı hipotenuz olur. Demək 4 kök 5'in kvadratı olur 80. Üstəgəl 2 kök 5'in kvadratı 20 oldu 100. Onda belə çıxdı ki AB nədir? 10. Baxın bura bütöv oldu 10. İndi məndən D nöqtəsindən AB'yə D nöqtəsindən AB parçasına qədər məsafə istəyir. İndi qulaq asın. Baxın bizdən nə istəyir? Mən buradan baxın düzbucaqlı üçbucaqdan hipotenuza bir hündürlük çəkərəm. Bir dəqiqə. Baxın buradan bir hündürlük çəkirəm. Düzdürmü? Və D'dən bura qədər ən qısa məsafə baxın bu olur. Yəni bizə D nöqtəsinin AB parçasına qədər məsafə demək, o hara düşəcək həmin məsafə üçbucağın hündürlüyünün hipotenuza kəşmə nöqtəsinə düşür. Həmişə hündürlük çəkin o formada məsafə deyəndə. Baxın məndən elə bir ki bu düzbucaqlı üçbucağa da görə hipotenuz istəyir. Baxın bu rənglənmiş olan figur düzbucaqlıdır. Niyə? Çünki bu CD də müstəvi üzərində olan üçbucağa perpendikulyar olduğuna görə eyni zamanda CD də baxın bu CH-a perpendikulyar sayılır. Ona görə artıq orada düzbucaq üçbucaq olur. Bizdən elə bir ki baxın. Bura bir H yazım. Bizə bir DH istəyir. DH-ı bilməm bir X deyirəm. Orada Pifagora görə bir dəqiqə demək Pifagor qurmalıyam. Mənə nə lazım? Hündürlük lazım. Düzbucaqlı üçbucaqda hündürlük nəyə bərabərdir? A vur B böl C'yə. A düzbucaq üçbucağın kateti 4 kök 5. Katet 2 kök 5 bölü hipotenuz 10. 4 2'ye vurdum 8. Kök 5'e kök 5'e vurdum. Oldu kök 25 5. Bu da 4. Demek bizim bakın. Bura oldu 4. Şimdi bu göy renkte renklənmiş düzbucaqlı üçbucağa görə Pifagor tətbiq eləsəm hipotenuz x orada x'in kvadratı bərabər 12'nin kvadratı 144. 4'ün kvadratı 16. Oldu bu 160. Onda x bərabər kökdə 160. Bu da olur 4 kökdə 10. Cavab 4 kök 10 olur. D nöqtəsindən AB parçasına qədər məsafə 4 kökdə 10 olmuş oldu. Bu da sonuncu sual idi. Sağ olun. Hər birinizə uğurlar.